Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bu gün sizə fəza fiqurlarla bağlı düşündürücü, təsəvvür tələb edən və bir o qədər də önəmli olan 5 sualın izahını verəcəm. Bu 5 sualımızı ödənişsiz WhatsApp qrupumuzda və yaxud da Instagram hesabımızda, Telegram hesabımızda paylaşmışdıq. Əgər siz də bizim ödənişsiz qruplarımıza qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəmizə yaza bilərsiniz. Baxın, belə bir sual imtahanda da qarşınıza çıxa bilər. Bu sual MİQ və sertifikasiya ibtidai imtahanına hazırlaşanlar üçün nəzərdə tutulub. İnşallah imtahanda bundan qat-qat rahat sual qarşınıza çıxar. Amma əvvəlki illərdə olan sual tiplərinə əsasən, yəni fəza fiqurlarına bağlı olan suallara əsasən, belə sual tipinin də düşmə ehtimalı var. Yəni 2024-ün suallarına baxanda kubu kəsib götürmək və s. birazdan görəcəyiz həmin o sualı. Ona uyğun bu sual tipində yazmağınızı sizə məsləhət bilirik. Çünki məktəb dərsliyində də bu tipli suallara yer ayrılırlar. Baxaq, nə deyir bizə? Və bu dərsin çəkilmə məqsədi odur ki, mən onları sizə sırf gözlə əyani olaraq göstərəcəm. Çünki müdavimlər bu sualları təsəvvür etməkdə çətinlik çəkirlər. Bu təsəvvürü də mən sizin beyninizin içərisinə girə bilmədiyimə görə məcburan bu şəkildə sizə izah edeyim. Başladıq. İlk sualımız. Videomuzu bəyənib paylaşmağı da unutmayın. Şəkildə kub və kuboiddən ibarət fiqurun birləşməsi verilmişdir. Aha, bu fiqurda kub və kuboiddir. Birləşdikdən sonra əmələ gələn fiqurun səthinin sahəsini tapın. Baxın, səth deyəndə bunun alt hissəsi də bunun səthidir. Bunun sağ tərəfi də bunun səthidir. Bunun görünməyən o tərəfi də səthidir. Yəni mən sizə desəm ki, dərinizə əl vurun, dəriyə. Ayağınızın altına əl vursaz da dəridir, o düzdürmü? Səthinizdir. Yəni nə olsun ki, bu bura qoyulub. Bax, bunu mən qoydum bura. Bunun səthi deyəndə bunun üz qabığı, dərisi nəzərdə tutulur. Bunun burası da səthdir, burası da. Yəni şəkildə görünmür deyə o demək deyil ki, bunun altı səth deyil. Bunun altı da səthdir. İndi elə bir sual da yazmışam ki, sırf şəkildə görünən səthi də soruşacaq. Amma bu sizdən sadəcə səthin soruşursa, siz arxa tərəfdə, sağda, solda, aşağıda qalan hissələrdə hesablamalısınız. Bəs nəyi hesablamayacağıq ay müəllim? Bax, bu bizim altdakı kuboidimizdir. Qoydum. Bir də bunun üzərinə bir dənə kub qoyuram. Bax, qoydum kubu. Kuboidlə kub üst-üstə düşəndə kubun altı görünmür. İndi mən şəffaf kubdan istifadə edirəm. Amma siz elə bilin ki, bu şəffaf deyil də, rənglənmiş bir kubdur. Yəni içi görünmür, bütövdür. Bir, kubun altı görünmür. Çünki bu yapışıb da bura, başa düşdün? Buna hansı tərəfdən baxırsan bax, o kubun altı görünməyəcək. Üstə gəl də, bu kubun altı ki, bunun üstündə, kuboidin üstündə bir ərazi tutur ha, o ərazi də görünmür. Yəni uzun sözün qısası, belə bir fiqurun səthinin sahəsini tap deyəndə sən iki fiqurun ikisinin də səthinin sahəsini hesablayıb toplayacaqsan, alınan cavabdan kubun altı qədər yeri, kubun aşağısı qədər ərazini 2 dəfə çıxacaqsan. Səbəb, bu fiqura baxanda mən hansı tərəfdən, altdan, üstdən, hardan baxıram, kubun altı görünmür. Şəffaf olmağı nəzərə almayın. İndi mənim fiqurum şəffafdır. Elə bilin ki, bu qeyri-şəffafdır. Bax, belə göstərirəm. Elə bu kub tutar. Kubun bir altı görünmür. Mən görmürəm də. Bir də o altının tutduğu bu ərazi görünmür. Buna görə biz bu iki fiqurun səthinin sahəsini toplayıb kubun altı qədər ərazini, kubun aşağısını 2 dəfə çıxacağıq. Bu qədər sadə. İndi nə edirik müəllim? Bu kuboidin səthinin sahəsini tapıram. Hamınız düsturu əzbərləyirsinizsə 2 vurulsun. 3 vur 5. 3 vur 5. Üstə gəl. 3 vur 4. Üstə gəl 4 vur 5. 4 vur 5. Bərabər. Bu olacaq nə? Kuboidin səthinin sahəsi. 3'ü 5'ə 15. 3'ü 4'ə 12. 4'ün 5'ə 20. Əla. 15, 12 və 20'ni kalkulatorumuzdan toplayaq. Temudan aldığım kalkulatorla. 15. Üstə gəl 12. Üstə gəl 20. Bərabərdir 40. Düzdür? Yoxsa 47'dən 47. Vurulsun 2. Neçədir? 94 elədir. Deməli, kuboidin, aşağıdakı fiqurun səthinin sahəsi 94'dür. Əla. Yuxarıdakı fiqurda kubdur. Elə yazıb da kub. Bunun səthinin sahəsi də 6 vurulsun tilinin kvadratı. Yəni 6a kvadratı. Tili də 2'dir. 2'nin kvadratı 4. 6'ın 4'ə 24. Sonra nə edirik? 94 ilə 24'ü toplayırıq. 8. 118. 118'dən, bax burada da bir daha göstərməyə çalışım. Bu kubun alt oturacağını 2 dəfə çıxırıq.
Birincisi ona görə çıxırıq ki, kubun özünün alt oturacağı görünmür. Axı mən burada hesablamışam onu 24-ün içərisində 6 üzün 6-sı da var. Əslində bura 5 vur 2-nin kvadratı yazsaydım əlavə işinə çıxmazdım kuba görə. Amma mən indi birində çıxım, birində çıxmayım, düsturu dəyişim eləmədim. İkisini də topladım. Kubun altını 2 dəfə çıxıram da sadə. Kubun da alt hissəsi 2 vur 2 4 və 4. Yəni 8 çıxacaq. Səbəbim bir daha deyirəm. 1 kubun özünün altı, bir də kuboidin üstündə tutduğu ərazi. 4 və 4. Neçədir? 8 eləmiş oldu. Çıxılsın 8 neçə oldu? 110-a bərabər olmuş oldu. Hatta bundan o tərəfə izah yoxdur. Bundan o tərəfə anlaya biləcəyiniz bir izah axtarmayın ki, bəlkə daha yaxşı başa düşəcəyin bir şey olsun. Yəni əyani görüb başa düşmürsənsə, sən sadəcə bunun üzərində məşq elə. Açıq deyil də, yəni bu izahdan sonra məncə qaranlıq qalan bir məqam olmamalıdır. Yəni bax gözlə görmürsən də, bütün səthi, bəzilə deyəcək müəllim, bəs aşağı görsənmir. Səth deyəndə kuboida hardan baxırsan bax görə biləcəyin hissədir səth. Sən bax bunu görə bilmirsən bu dəqiqə. Bu altda qalan hissə var, bu ikisinin kəsişməsi. Onu hardan baxırsan bax görə bilmirsən. O səth deyil. Səth fırladanda görə bildiyin hissədir. Qurtardı. Bu oldu 110-a bərabər. Ümid edirəm bu sualı yaxşı anlayırsınız. Anlamırsınızsa belə bir Çin atasözü var. Nihai hodi çoxoba xaboba. Yəni başa düşmədiyiniz hissələrə biraz çox baxmaq lazımdır ki, o sizlər üçün daha aydın olmuş olsun. İkinci sualımızda nəyə fikir verəcəyik? Yəni şərtinə baxın, ikinci sualımızın şərti artıq fərqlidir. Bayaqki sualda, bir daha göstərin bayaqki sualı. Bayaqki sualda sadəcə deyirdi ki, birləşdirilmiş fiqurun, əmələ gəlmiş fiqurun səthinin sahəsini tapın. İndi isə bizə deyir ki, şəklə baxdıqda sadəcə görünən səthini tapın. Bu suallar bir-birindən fərqlidir. Nədir bu sualda? Yəni hazırda gördüyün səthlər var ha. Həmin səthlərin sahəsini tap. Fiquru burada da əyani olaraq göstərirəm sizə. Bu gördüyünüz fiqurun, bu fiquru belə görürük biz təxmini. Gördüyüm fiqurun səthinin sahəsini tap. Mən bu fiqurun bu tərəfini görürəm, mən tərəfdə olan hissəsini, sol tərəfini görürəm. Üst tərəfini görürəm, amma üst tərəfində gizlənən bir hissə var. Yəni üst tərəfin bütöv görmürəm. Bu fiqur, üstdəki fiqur öz altı qədər, yəni oturacağı qədər ərazini göstərmir, yoxa çıxarıb. Yəni həmin hissəni nəzərə almalıyam. Gəlin biz əvvəlcə bizim tərəfdə olan üzü tapaq. Bizim tərəfdə olan üz 5 vur 4'dür. Yəni bir tapmaq burada daha məsləhətdir. Çünki bütöv tapsaz çox hissə çıxmalısınız da. Bunun arxası nəzərə alınmır. Sağı, aşağısı nəzərə alınmır. Çünki sadəcə görünən hissə deyir, səth demir. Sadəcə görünən səthi. Yəni bizim gördüyümüz. Bayaqsında deyir ki, səthinin sahəsini tapın. İndi isə deyir, sadəcə şəkildə görünən səthini tapın. Yaxşı. 5'i 4'ə vuranda mən tərəfdəki səthini tapdım. Bərabərdir 20. Bu tərəf 3'ün 4'dədir. 3'ü 4'ə vurdum. Bu tərəfdə oldu 3 vur 4, 12'yə bərabər. Əla. Yuxarı hissəni də tapmaq istəsəm, 3'ü 5'ə vuracam. 3'ü 5'ə vururam. Əla. 3 vurulsun 5. Bərabərdir 15. Amma bura bir ulduz işarəsi qoyuram. Niyə ay müəllim? Niyə? Səbəb odur ki, burada 15 bütöv deyil axı. Yəni bu 15'in görünməyən bir hissəsi var. Mən bu hissəni çıxmalı olacağım. Çünki bax, bu olmasa 15'dir. 3'ün 5'ə. Amma mən bunu bura qoyanda artıq o 15'in hansısa hissəsi gizlənmiş olur. Bax, o hissəni mən çıxmalıyam. Bunu ona görə, ulduzu ona görə qoydum. Çıxacam birazdan. Dəymirəm. Bəs kubun hansı hissələri görünür ay müəllim? Kubun görünən hissəsi mən tərəfdə olan hissə, sol tərəfdə olan hissə, bir də üst tərəfdə olan hissədir. Tərəfi də bilirsiniz də 2 vur 2, yəni tərəf 2'dirsə sahəsi olur 4. Yəni 4, 4, 4. Yazıram 4, üstə gəl 4, üstə gəl 4. Kubun görünən səthinin sahəsi 12'dir. Qutardı. Kubla işim qutardı. Siz bayaq niyə kubun altını çıxmışdınız 2 dəfə? Səbəb o idi ki, mən burada da bütöv səthi tapmışdım. Burada da bütöv səthi tapmışdım. Və burada da 2, daha sonra 4 yoxa çıxırdı. Aşağı hissədə görünmürdü. Altdakı fiqurun da üzərində 4 qədər yer görünmürdü. Amma indi mən ancaq görünənləri hesablayıram. Və ancaq gördüyüm hissə burada nədir? 1, 2, 3 dənə üz. Yəni 12. Qutardı. Bununla problemim yoxdur. Yəni kubun görünən hissəsi 12'dir.
Kuboiddə də görünən hissə, tələsməyin, 20, 12 və 15. 15-in içərisində bir artıq hissə var. Yadımdadır, narahat olmayın, qaza gəlməmişəm. Toplayıram hələ ki 7, 47. Normalda mən bunları belə toplayıb deməliydim ki, ay müdavimlər, cavab 59-dur deməliydim. Amma cavab 59 deyil. Niyə? Bizim bu 15-in içərisində bax, bu kubun alt hissəsi qədər artıq ərazi var. Yəni mən buranı hesablamalı değildim. Amma bunu 15 götürməklə buranı hesablamış oldum. İndi gəl səhvimi düzəldim. Həmin o fiqurun oturacağı qədər sahəni bir dəfə, niyə iki dəfə yox, bir dəfə? Çünki mən onu sadəcə burada hesablayanda artıq hesablamışam da. Başqa yerdə onu artıq görə bilirsiniz. Bayaqki fiqurda həm buna görə artıq hesablamışdım. Bütöv 24-ün içində idi. Həm də buna görə, altdakına görə. Amma burada işləyəndə mən sadəcə görünən hissələri hesablamışam. 12-nin içərisində artıq bir hissə yoxdur. Hamısı görünənlərdir. Bir dənə bu 15-in içərisində 4 qədər, yəni oturacaq qədər, başa düşürsünüz, tutulan bir ərazi var. Görünməyən bir ərazi var. Ona görə mən 59-dan məcburam bir dəfə 4-ü çıxım. 59-dan da 4 çıxanda bizim tərəflərdə 55 deyirlər buna. Olur 55-ə bərabər. Yəni C variantı 55 bizim doğru cavabımızdır. Bax, bir daha deyirəm, əziz və dəyərli müdavim. Sən bu görünən fiqurun səthinin sahəsini tapanda 1 bu tərəf, 2 bu tərəf, 3 bunun tam üstü, 3 vur 5 üstü də hesablayırsan. Amma səhv eləyirsən də bunun bu qədər hissəsi, 2 vur 2, 4 qədər hissəsi hesablanmalı deyildi. Ona görə o 4 çıxıldı axırda. Yaxşı, bəs kubun hansı hissəsi? Sən tərəfdə olan hissəsi, sol tərəfdə olan hissəsi, yuxarı tərəfdə olan hissəsi hesablanır. Kubda artıq bir üz hesablamırsan ki, onu da axırda çıxasan. Ona görə burada bir dəfə 4-ü çıxmış olursan. Qutardı, getdi. Keçirik 3-cü sualımıza. Gəldik 3-cü sualımıza. Aha. Baxın, bu suallarda həcmlər ən rahatıdır. Həcmlə bağlı heç sual verməmişəm də. Desək ki, bu fiqurların həcmini tapın. Həcmləri tapıb toplayacaqsınız. Burada da gör, bu fiqurların, nə bilim, bu birləşmiş fiqurun həcmini tapın. Hər ikisinin həcmini tapıb toplayacaqsınız. Həcmi tapmağı da bilirik də, göz yumulu da həcmi tapa bilərik. Yəni çətini səthdir, ona görə ancaq suallarımızı səthlə bağlı vermişəm. Burada da desək ki, həcmin tap, qoparılandan sonra qalan fiqurun, yenə bütöv fiqurun həcmindən kiçik fiqurun həcmini çıxarsan. Amma burada nə deyir sənə? Səthi deyir. Pəh, səthi deyir mənə. Deyir ki, tili 9 sm olan kubdan tili 2 sm olan kub formalı hissə kəsib götürdükdə yerdə qalan fiqurun səthinin sahəsini tapın. Birinci mən heç səndən xəbərim yoxdur. Çox rahat formada gedirəm böyük kubun səthinin sahəsini tapıram. Heç səndən xəbərim yoxdur. La getdik. 6 vurulsun A-nın kvadratı, yəni 9-un kvadratı. Tili 9-dur da. 6-nı 9-un kvadratına vururam. Yəni 6-nı vururam 81-ə. Neçə eləyir? 486 eləyir. 486. Baxın, bizim bütöv kubumuzun səthinin sahəsi 486-dır. İndi fərz eləyin ki, bu da kub. İndi biraz düzdür, kuboid oxşayır, amma olsun. Əsas o istədiyimiz sizə başa salacağım. Siz bundan tili 2 sm olan, görüm çıxara bilirəm bunu. Tili 2 sm olan bir kubu çıxaracaqsınız. Bir kubu çıxaracaqsınız və yerdə qalan fiqurun səthinin sahəsini soruşur. Baxın əzizlərim. Siz şikəst oldu bu. Siz bu fiqurun üzərindən bir kubu tili 2 olan fiqur çıxaranda gəlin görək bizim bu səthlərimiz yoxa çıxırmı? Səth yoxa çıxırmı? Baxın. Bu burada olanda bunun üstündə olan hissə. Elə bir ki boya almısınız marketdən, hardansa dükandan. Siz bu fiquru boyamaq istəyirsiniz. Bu fiquru tam boyamaq üçün boya almısınız. Tam boyamaq üçün. Çatır da sağına, soluna, aşağısına, yuxarısına. Bax çatır. İndi deyirlər ki, bu fiquru yox. Buradan bir dənəsini çıxardıq, həmin fiquru boyayacaqsan. Sən də deyirsən ki, ay nə yaxşı. Fiqurun balacalaşdı, boya mənə qalacaq. Dedim evdəki o təmirsiz divarı boyayım, fikirləşirsən. İndi gəl görək qabağa düşürsən burada, yoxsa geriyə düşürsən, yoxsa bir fərqi olmur. Sənin bura vurmalı olduğun boya var idi ya. O boyanı
Yenə gətirib bura vurmalısan da. Nə olsun buranı qopartdın? Bu üz olmasın, biraz aşağıdakı üz olsun. Yeni bir üz yarandı da burada bax istəyirsən. Həmin o sənin o qabağa düşdüyün boya vardı. Bunu götürəndə deyirdin ki, nə yaxşı. Bura vuracağın boya qaldı mənə. Qalmır. Bəs bura nə vurasan? Bura vurmalısan onu. Getdi o boya. Əlbi üz. Sonra deyirsən ki, ay Allah, bax bunu mən götürəndə burada olan üz var. O üz yoxa çıxır da, düzdür? Həmin üzə boyanı vurmayacağını düşünürsən. Hanı? Nə vaxt qabağa düşmüşük ki, indi də qabağa düşək. Həmin o üz burada yox, içəridə əmələ gəlir. Yenə boyanı bura vurmalısan da. O boya harası istifadə olunur yenə. Deyirsən, ay Allah, son şansımı yoxlayım. Bax, bu tərəfdəki üz var ha, üz. Bu üz yoxa çıxacaqsa, o boya mənə qalacaq. Bunu götürən kimi görürsən ki, hop, o üz içəridə peyda oldu. Yəni, neynəsə də biz kasıblar qabağa düşə bilmirik bu suallarda. Yəni, bu fiqurun içərisindən fiqur qopartsan belə, səthinin sahəsi dəyişmir. Nə? Nətər? Dəyişmir mənim. Bəli, dəyişmir. Düz eşitdiniz. Videonu geri qaytarın. İstəyirsiniz mən qaytarım sizin üçün. Nə? Nətər? Dəyişmir. Zarafat edirəm, özüm təkrarlayırdım. Bəli, dəyişmir. Neynəsəz də bu fiqurun səthinin sahəsi dəyişmir. Çünki, gəlin şəkildə göstərək. Şəklin üstə bir dəfə yazma şansın var. Səhv olsa videonu təzədən çəkməlisin. Bunu düzəlt, printerdən çıxart, gətir. Uzundur. Bax, bu tərəf ki var, içəridə peyda olur. Yəni, o boyanı içəri vurursan. Üst tərəf ki var, üst tərəf ki. O da içəridə altda peyda olur. İçəri vurursan. Sən tərəfdə olan ki tərəf var. Bu da içəridə bu şəkildə peyda olur və onu ora vurmuş olsan. Yəni, uzun sözün qısası, bax, kənardan bu kubu qoparsan belə, bu kubun səthinin sahəsi dəyişmədi. Bir daha deyirəm, bu kubun səthinin sahəsi dəyişmədi. Mən fikir verdim, birinci sualdan sonra, ikinci sualdan sonra dördüncü sual izah eləmişəm. Üçüncü sualı bundan sonra izah eləyərəm. Yerləri dəyişdi sadəcə, narahat olmayın. Üçüncü sualda izah edəcəm. Bu oldu bizim dördüncü sualımız və biz gördük ki, bu kubun səthinin sahəsi dəyişmir. Çünki götürdüyüm fiqurun üzləri içəridə əmələ gəlir və biz boya cəhətdən qabağa düşmürük. Boya burada sadəcə başa düşəsiz deyə izah olunan bir şeydir. Yəni bu fiqurun səthinin sahəsi dəyişmir. Baxaq 5-ci sualımıza. 5-i də izah eləyib 3-ü ən axıra saxladım. İndi səbirsiz müdavimlər yazacaqlar qrupa ki, ay müəllim 3-cü sualı izah eləməmisiz və ona görə videonun axırına saxlayıram. Həm də sizin səbrinizi yoxlamış oluram. 1-ci, 2-ci, 4-cü, 5-ci və sonda da 3-cü sualımız və beləliklə videolara axıra qədər baxmaq lazım olduğunu öyrənmiş olacağıq. İndi gəldik belə bir məqama. Hansı məqamdır bu? Baxın, bayaq işlətdiyimiz suala oxşar, amma həlli üsulu və yolu fərqli olan bir üsula. Görək nədir bu yol? Deyir ki, kuboid formalı fiqurdan başqa bir kuboid formalı fiqur kəsilib götürülüb. Yerdə qalan fiqurun səthinin sahəsini tapın. İndi baxın, əziz və dəyərli müdavimlər. Birinci növbədə bu fiqur bütöv olsaydı, düşünün ki, budur fiqur. Bütöv şəkildə belə bir fiqurumuz var. Bu fiqurun əvvəlcə bütövlükdə səthinin sahəsini tapacağıq. Fiqurun eni 5, uzunluğu 7, hündürlüyü də göz qabağındadır, maşallah 9. Düzdür? İndi gəlin səthini hesablayaq. 2 vurulsun 5 vur 7, 5 vur 9, 7 vur 9. Əla, bərabərdir. 5 vur 7 35, 5 vur 9 45, 7 vur 9 63. Oldu mu? Oldu. Gətiririk kalkulyatorumuzu. Görək nə istəyir bizdən. Deməli 35 üstə gəl 45 üstə gəl 63. Neçə elədi? 143 eləmiş oldu. Baxın, bəli, 143. 143-ü də gəlin 2-yə vuraq, inciməsin bizdən. 286. Bura qədər mən izah elədim. Qalanın özünüz yazarsınız deyərdim. Zarafat edirəm, yaxşı çıxmayın videodan. Zarafat elədim. 286 bizim tam bütöv fiqurumuz kəsilməmiş. Yəni əvvəldən olan səthinin sahəsidir. Bu bizim fiqurumuzdur. Bütöv şəkildə olan. Əla. İndi biz bu fiqurdan bir dənə kuboid formalı fiquru kəsib ayırırıq. Bax, bayaq fərqli situasiyadır. Bayaq bunun birini çıxarırdım, biri qalırdı. Bayaq belə idi. Birini götürürdüm, biri qalırdı yadınıza gəlirsə belə. Amma indi bunu bütöv şəkildə götürürəm. Artıq vəziyyət dəyişdi. İndi sən bunu bütöv şəkildə götürəndə nə baş verir? Bax, diqqətli ol. Gəl indi yenə kasıblar kimi düşünək və boyamaq işinə başlayaq.
Görək hansı hissədə boyada qabağa düşürük. Burada qabağa düşürükmü? Sən bu fiqurun bu hissəsini görürsən, bu divarın. Sən bunu götürsən belə, o divar içəridə əmələ gəlir. Yəni bu divarla qabağa düşmürsən. Bu getdi işinin dalınca. Gəldi bizim tərəfdə olan divara. Bu divar ki var, bizim tərəfdə olan divar. Gəlin fiquru belə qoyaq. Bizim tərəfdə olan bu divar. Bu divar bunu götürəndən sonra içəri tərəfdə əmələ gəlir. Görürsüz? Yenə qabağa düşmədin sən. Deməli bizim fiqurumuzun bu üzünə bu üzü bizə xeyir vermədi. Bəs yaxşı. Görək üst və alt tərəfindən xeyir əldə edirikmi? Bəli, edirsiniz. Bax, sən bura vuracağın boyanı bunu götürəndən sonra vurmağa yer yoxdur. Yerə vurası deyirsən ki, boyanı boşluqdur. Bunu bütöv götürmüsən. Dibə qədər görsən, bütöv kəsilib. Yəni sən əla qabağa düşdün. Bura qədər, bax bu fiqurun bu hissəsi qədər və onun təbii ki alt hissəsi qədər. Yəni kəsib götürdüyün fiqurun üst və alt hissəsi qədər sən sahədə qazanırsan, udursan. Yəni sahə kiçilir. Belə olan halda bu divar və bu divar başqa divarlara köçürülür. Yəni bura vuracağın boya, bura vuracağın boya içəri divarlara yenə vurulur. Baxın, burada təzə divar əmələ gəlir. Bura və bura. Amma götürdüyün fiqurun yuxarı üst və aşağı hissəsi itkiyə gedir və sənin fiqurunda bir tərəfi 4, bir tərəfi 3 olan, bu 3 hardan gəldi? Bu aşağıdakı 3'dür də. Bu 3 bunu göstərir. Elə bil ki 4'ü buranı verib ki bura 4'dür. 3 də aşağını verir bura. Yəni bunlar paralel donsda bir-birinə. Bura 4'dür, bura 3'dür. Yəni sən 4 vur 3 12 santimetr kvadrat yuxarıdan itirirsən. 4 vur 3 12 santimetr kvadrat aşağıdan itirirsən. Fikrim çatır? Götürdüyün fiqurun 12 və 12. 24'ün itirirsən. Qutardı. 286'dan 24'ün itirirsənsə nə qədər qalır yerdə? 6'dan 4 çıxanda edir 2. 8'den 2 çıxanda edir 6 və oldu 262. Qutardı getdi. Nə var burada qorxulu? Nədən qorxursan? Bütöv fiqurun. Deməli bax, bayaqki sualın bu sual arasında fərqə bax. Burada yarımçıq kəsib götürüblər. Burada dibə qədər kəsib götürüblər. İstəyirsən bunu əzbərlə, istəyirsən təsəvvür yarat ki, hə, mənim bax buradan kəsib götürdüyüm bu divar var idi, bu divar. O divar içəridə yaranır da, bax burada. Və yaxud da mən tərəfdə olan bu divar, o da içəridə yaranıb. Amma üstdəki divarla altdakı divar içəridə yaranmayıb. Burada isə kəsib götürdüyüm bütün divarlar içəridə yaranmışdı. Ona görə bu şəkildə fiqurun səthinin sahəsi dəyişmir. Burada isə səthinin sahəsi yuxarı oturacaq və aşağı oturacaq qədər dəyişir. Müəllim, hər zaman mı belə yazırıq? Sualın vermək istəyirsiniz, bilirəm. Hər zaman şəkil belə olsa, bəli. İndi bəlkə buradan kəsib çıxaracaqlar. Yəni başlı işlət ki, təsəvvürün formulasını ki, necə olur, nə baş verir. Bunu bir neçə dəfə yoxlasan, problemin qalmayacaq. Bəli, nəhayət ki, gəldik 3-cü sualımıza. İndi 3-cü suala əvvəldən baxmayıb, gedib axtarıb qaydan müdavim. Hər zaman imtahanda da səbirli ol və çalış ki, son dəqiqəyə qədər, son vaxta qədər səbirlə hər şeyi hesablı öyrənəsən. Yoxsa imtahanda sənin problemin riyaziyyat yox, səbir olmuş olacaq. Belə bir Çin atasözü var. Nihai hodi səbrinonu. Yəni səbirli olun ki, imtahanda da sualları axıra qədər oxuyub çatdıra biləsiniz. Getdik. Bu sualın izahını bir çoxları bilir, məsuliyyətli müdavimlər bilir. Çünki bunun izahını əvvəldən sizə vermişdim. Amma müəllim ürəyi dözmədi və istədi ki, yenə bu videonun içərisində sizə bunun izahını versin. Bir daha deyirəm, suallarımızı ödənişsiz şəkildə siz də işləmək istəyirsinizsə 055 527 25 99 WhatsApp nömrəmizə yaza bilərsiniz. Baxın, əvvəlcə mən kuboid formalı fiqurdan şəkildə göründüyü kimi kub formalı fiqur kəsib götürdülər. Hay Allah. Yerdə qalan fiqurun səthinin sahəsi nə qədərdir? Baxın, bayaq elə bir vəziyyət yarandı ki, fiqurun səthinin sahəsi dəyişmədi. Yenə cəhənnəmdə deyərsən ki, eyb yox, dəyişmədi. Amma mən bu fiqurdan nəsə kəsib götürəndə bunun səthinin sahəsinin artmağı da bu ağ oldu da, bu qədər arsız sual olar. Yəni dəyişməməyin düz bağla başa düşdük ki, götürəndə belə dəyişmədi. Götürdük, amma dəyişmədi. Amma götürdüm, artdı, nə? Sualın cavabı nətər arta bilər? Gəlin indi onu sizə isbat edeyim. Əvvəlcə bizim bir dənə yenə deməli kuboid formalı, kurikulum deyilmə az qala, kuboid formalı bir fiqurumuz var. Bunun eni, uzunu və hündürlüyü var. 9, 10 və 14.
tez, sürətli formada şipşak nə edirəm? Bunun səthinin sahəsini hesablayıram. 2 vur 9 vur 10 üstə gəl 9 vur 14 üstə gəl 10 vur 14. Bax, əgər siz fəza fiqurlarından problem yaşamaq istəmirsinizsə, Ağabəyli İsaməddin YouTube kanalında bu videodan əlavə sizə 4 dənə də qızıl video çəkmişəm. İkisi canlı dərs, lövhə qarşısında, ikisi də bu şəkildə. Onlara baxmadan imtahana getməyin. Məndən sizə net bir cümlə, konkret bir cümlə. Getdik. 9 vur 10 neçə eləyir? Əlbəttə ki 90 eləyir. 9 vur 14 neçə eləyir? 9'u 14'e vuranda eləyir 126. Yazdı bura 126. 10 vur 14 elədi 140. İndi toplayaq. 126 üstə gəl 140 üstə gəl 90. Neçə elədi? 356 elədi. Bunu da vurdum 2'ye. 712. 712. Adam ürəyində deyir ki, indi 712'dən balaca cavab hansıdırsa gəlib onu götürərdim də. Amma gəl ki, sualın cavabı 712'dən böyük olan cavab olur. Təbii ki, burada indi bir dənə böyük cavab var, amma imtahanda 3'ü böyük, 2'si balaca, 2'si balaca, 3'ü böyük və s. Yəni yerləri dəyişik ola bilər. Cavab C-dir, bəli. Şoka düşməyin. Gəlin də izah elə görək. Niyə cavab C-dir? Bax, bu fiquru boyamaq üçün gedib boya alırsan. Sənə deyirlər ki, bu fiquru boyamağa litrlə deyəcəm də, düzdür, santimetrin kubuna litr uyğun gəlmir. 712 nəsə şey lazımdırsa, boya lazımdır. 712 kvadrat santimetrli boya lazımdır. Sonra gəldirlər ki, burada bir səhv eləmişik. Buradakı bir detal bizə lazım deyil. Sən də deyirsən ki, kasıb canınla deyirsən ki, ay Allah, nə yaxşı. O boya mənə qaldı. Bayaq da bir boya qabağa düşmüşdün ha, bayaqki sualda. İndi görək o bayaqki boya boğazımızda qalmasa yaxşıdır. Gəlib deyirəm ki, bu fiquru buradan çıxarandan sonra nə baş verir? Bunun bu üst tərəfində olan əraziyə vuracağım boya, bunun iç tərəfinə məcbur vurulur burasına. Çünki bu artıq yeni səthi yaranır da. Demə olsun, eybi yox. Bu tərəfdən keçdim. Mən tərəfdə olan səth, bura vurulacaq boya, içəri tərəfə, bax bu göy tərəfə vurulmuş olur. Deyirəm, yaxşı, bu iki tərəfin ikisindən də keçdim. Eybi yox. Nəysə də qabağa düşməyim. Sonra deyirlər ki, nə qabağa düşmə. Sən hələ geri düşürsən. Sən bu fiquru çıxarandan sonra bunun içərisində sol tərəfində və sağ tərəfində yeni üzlər yaranır. Bəli, bəli, yeni üzlər. Bəs buralara boya lazımdır axı. Yəni sən bu kubu çıxarandan sonra bunun səthinin sahəsi artır. Bəli, bəli, düz eşitdiniz. Artır. Yəni səthinin sahəsi sol divar və sağ divar qədər artır. Bildiniz, bayaq o qabağa düşdüyünüz boya var idi. İndi onu gətir, qaytar geri. Yəni sən bu fiquru buradan çıxarandan sonra üst qapaq alta oturur. Yəni göstərdiyimiz kimi bura. Bu getdi. Sən tərəfdə olan üz, bax sən tərəfdə olan üz içəri üzə köçür. Bu da bilir. Amma sol tərəfdə yaranan yeni üz və sağ tərəfdə yaranan yeni üz artıq sən bu üzlərə əlavə boya vurmalısan. Yeni yaranır bu üzlər. Yəni o da 2'nin 2'yə də kubda axı. 2 vur 2 4 üstə gəl 4. Yəni sənin əvvəlki fiqurun üzərinə 8 də əlavə etməliyəm. Çünki bu da yeni yaranmış bir üzdür. 712 üstə gəl 8 bərabərdir. Neçə elədi? 720'yə bərabər olmuş oldu. Bəli, C variant yazanlar 720'yə bərabər doğru cavabı yazıblar. Belə əcdahalarımız, bu videoda sizə bir diqqət sualı verim. Bugünkü bu 5 sualın içərisində biz dedik ki, kasıb nəyisə boyayır və s. Deyin görüm, bugünkü bu boyalardan sonra ona qalan, ondan çıxan günün sonunda bu kasıb nə qədər boya əldə etdi, nə qədər boya qabağa düşdü və yaxud da nə qədər boya geri düşdü. Və yaxud da düzdür, bu sual əlavə sualdır. Boş verin, başa düşmürsünüzsə də yazıb WhatsApp-da deyin ki, ay müəllim, verdiyiniz sualın cavabı nədir? Elə belə sual verim ki, keyfiniz açılsın ki, imtahana daha pozitiv hazırlaşasınız. Bugünkü 5 sualın sonunda boyama işində bu boyanı edən insan nə qədər, neçə litr boya qabağa düşür? Yəni onun nə qədər artıq boyası qalır və yaxud da neçə litr boya geri düşmüş olur və yaxud da boya geri və yaxud da irəli düşmürsə, onu da qeyd edə bilərsiniz. Belə, inşallah növbəti videolarımızda görüşəcəyik. Özünüzdən müğayət olun. Qorxmayın fəza fiqurlarından. Biraz təsəvvür formalaşdırsanız, biraz evdə də özünüz bu nədir ki, bu qəpik quruşdur. Bundan bir dənə alın.
yoxlayın üzərində. Və yaxud da Temudan bunu sifariş verin və yaxud da olduğunuz hardasa bir tapın bunu və bunların üzərində məşq eləyin, öyrənin. Yəni sən bunu gözünlə görsən ki, bu belədir, heç vaxt bu şeydə problem yaşamarsan. Sağ olun, növbəti dərslərdə görüşərik. Ni hao, hələlik.